Böyük şairimiz Ayaz Arabatçı boşalan kəndlərimizin harayını qələmə alıb. Yazır ki, çoxu boşalmışdı köhnə evlərin. Burada yetim qalmış bir oba gördüm. Köhnə bir papaqda hörümçək toru, divarda toz basmış bir əba gördüm. Sən demə, nə varsa bir nağıl imiş. Sındı qol qanadım atalar demiş. Köhlən atlarını canavar yemiş, sökülüb dağılmış araba gördüm. Zəhərə dönmüşdü şəkəri qəndi. Sel alıb getmişdi bərəni bəndi. Elə bil hamının itmişdi zəndi. Tamam yad olmuşdu əqraba gördüm. Sərçələr ötürdü uzaqda tək-tək. Nə çiçək var idi, nə bal, nə pətək. Yox idi öpməli bir əl, bir ətək. Nə nənə qalmışdı, nə baba gördüm. Çinarlar bükmüşdü qəd qamətini. Bulaqlar bilmirdi öz qiymətini. Dağlar itirmişdi əzəmətini. Hamı qurşanmışdı şəraba gördüm. Ağrı ürəyimi sordu zəli tək. Qəfil havalandım durub dəli tək. Əllər incəlmişdi xanım əli tək. Nə külünc, nə balta, nə yaba gördüm. Bir an